Saatın əsas başlıqlarını təqdim etmək üçün ASTV Xəbər komandası olaraq yenidən qarşınızdayıq. Hər vaxtınız xeyir. Növbəti süjetimiz Vətən müharibəsində Füzuli, Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi yolunda canından keçən xüsusi təyinatlı qüvvələrin giziri İlyas Nəsirov haqqındadır. Döyüş yoldaşları arasında dayı ləqəbi ilə tanınan kəşfiyyatçının keçdiyi yol gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. İlyas Nəsirov ailəsində daha çox sakit təbiəti, səbirli və ailəcanlı olması ilə seçilirdi. Amma vətəni, bayrağı ailəsindən də çox sevirdi. İlyas bambaşqaydı. 2 oğlum var, 2 qızım. Amma İlyas atası rəhmətə getdi. Elə bir ki, evin yükü düşdü İlyasın üstünə. 1-ci sinifə gedəndə müəllim ona bayraq vermişdi. İlk dəfə müəllimdən almışdı o bayrağı. Onun Dədə-baba yurdu Cəbrayıl erməninin əsarətində idi. Ona görə həmişə deyərdi ki, mən istəyərəm vətənimi azad eləyim. İlyas Nəsirov 2002-ci ildə hərbi xidmətə başlamışdı. Kəşfiyyat bölüyündə xüsusi təlim keçmişdi. Xidmətini başa vurduqdan sonra müdavim təlimlərinə qoşulmuşdu. Daha sonra kəşfiyyatçı kimi xidmətinə davam etmiş, kiçik çavuş rütbəsinə yiyələnmişdi. Aprel döyüşlərində xüsusi şücaəti ilə seçilmişdi. Peşəkar kəşfiyyatçı kimi Vətən müharibəsində də şəxsi igidlik nümayiş etdirdi. Füzuli, Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etdi. Oktyabrın 21-də şəhidlik zirvəsinə ucaldı. Aprel döyüşləri oldu. Göstərdiyi şücaət və qəhrəmanlıqlara görə şəxsən Azərbaycan Respublikasının prezidenti tərəfindən igidliyə görə medalla təltif olundu və onların Füzulidə görüşü keçirildi prezidentlə. Orada ona hədiyyə verdi, qol saatı. Ona hörmət əlaməti olaraq dayı ləqəbi deyirdilər. İstəyir ondan yaşca böyük olsunlar, istəyir yaşca az. Oktyabr 18-in bizə dedi ki, anam necədir? Ən birinci, ilk öncə övladlarından anasını soruşar. Dedim ki, yaxşıdır, narahat olma. Dedi ki, ola bilsin ki, mənə zəhd çatmasın, amma narahat olmayın. Son sözü bu oldu. Qəhrəmanımızın vətənə əmanət etdiyi 3 övladı var. Mənim atam qəhrəmandır. Mən ondan fəxr edirəm. Dedim, nə zaman gəlsən, dedi ki, narahat olma, qorxma. Yəni, mənə heç nə olmaz da, siz narahat olmayın, mən gələcəm. Dedim, hə, yaxşı. Sonra da atamla görüşdü, atam getdi. Sonra da şəhidlik xəbərini aldıq. Atam nəinki mənim qəhrəmanım, bütün Azərbaycan qəhrəmandır. Atalarının uğrunda canını fəda etdiyi 3 rəngli bayrağımızın bugün azad torpaqlarımızda dalğalanması onlar üçün ən böyük təsəlli və qürurdur. Bir dəfə atanı şəklini gördü, istədi onun üzünə. O elə idi ki, həmişə o gələndə onu alırdı qucağına, üzünlə. İndi şəkili görüb, ata görmür axı. Məcbur istəyirdi ki, atanın üzündən öpsün. Qalxızdıq şəkildən, üzündən öpəndən sonra evli ki, uşaq sakitləşdi. Mənə deyirdi ki, Xocalı faciəsi haqqında danış. Onun haqqında məlumat verirdim İlyasa. O sakitcə onu diqqətlə qulaq asırdı. Elə bir ki, sanki bu müharibəyə əvvəlcədən İlyas hazırlaşırdı. Onun ən böyük arzusu ata yurdu Cəbrayılı azad görmək, sonra isə həmin torpaqda yaşamaq idi. Bugün şəhidin ruhu şaddır. Çünki nəinki Cəbrayıl, bütün torpaqlarımız azaddır. Ölümündən sonra gizir İlyas Nəsirov Azərbaycan bayrağı vətən uğrunda, Qubadlının, Füzulinin, Cəbrayılın azad olmasına görə orden və medalları ilə təltif edilib. Şamilə Şamil qızı Kəmran İsayev, ASTV Xəbər.